sürdür. Bu arkadakidir. Arkadaki sapa keçirdirsiniz mi? Gözəl, möhtəşəm, rəngbərəng. Ətri hətta dayandığım yerə aydın hiss olunur ətri. Möhtəşəm görsənir. Bu axşam görüntüsündə gəl çəkəcəm. Dostlar salam, hər vaxtınız xeyir olsun. Bu günləri Bakıda günəşli Bakı günündən, Novruz günündən sizi salamlayıram. Bu günləri gedirəm hal-hazırda Dənizkənarı bulvarda olan Novruz festivalına. İnşallah oradan gözəl video paylaşacağım, hazırlayacağım sizlər üçün. Gedirəm indi ora. Mütləq videomu bəyənin, şərhlərdə fikirlərinizi bildirin. Bura isə dostlar şəhərimizin tam mərkəzidir. Azraq meydanıdır. Burada gözəl, yəni bəzədilibdir. Bu cür səməni, armudu, stəkan və Novruz kontrası üslubunda. Burada isə belə gözəl güllər əkilibdir. Baharın gəlişindən əlaqədar olaraq bu cür gözəl bəzədilibdir. Burada belə qəşəng belə skuter sürürlər. Hal-hazırda mən gedəcəm festivala. Festival qarşıdadır, Novruz festivalı. Belə qəşəng güllər də əkilibdir. Bunlar tülpanlardır, tülpan soğanaqlardır. Belə əkilibdir qəşəng. Bu isə Novruzun atributlarından olan səməni, xonça bu cür gözəl şəkildə bəzədilibdir. Qarşıdadır festival, qarşıya gedirəm. Oradan çəkiliş edəcəm, oradan davam edərik. Bu cür gözəl, yəni ki, bəzədilibdir bulvarın bu hissəsində. Bura hələ tam açılmayıbdır, birazdan açılacaq, çəkəcəm oranı da. Sonra hər addım başı belə bəzəmələr var, gözəl. Hər addım başı belə qoyulubdur. Sonra bu cürdə belə bəzədilmə var. Novruz bayramının gəlişindən əlaqədar olaraq bu cür qəşəng gözəl bəzədilibdir Bakı bulvarı. İstəyirəm ki, bunu ayrı video eləyəm. 2 dənə video düzəltmək istəyirəm mən. Yəni dediyim kimi addım başı belə gözəl Novruzun milli naxışlarıyla, belə milli ornamentlərlə belə bəzədilibdir Bakı bulvarı. Qız Qalasının qarşısında da var səməni. Bu cür tülpanlar əkilibdir. Belə gözəl, möhtəşəm, rəngbərəng. Ətri hətta dayandığım yerə aydın hiss olunur ətri. Gülün ətri, tülpan ətri. Bu da ən böyüyüdür. Novruz bayramı atributunun şəhərimizdə yerləşən ən böyük atributudur. Səməni, xonça, şəkərbura, paxlava, yumurta. Ən böyük Novruz atributu. Böyle bu cür gözəl bəzədilib qəşəng. Həqiqətən çox gözəl bəzədilibdir. Və dostlar, gedəcəm qarşı tərəfə. Qarşı tərəfdə də festival olmalıdır. Bu da xoşuma gəldi və bu cür gözəl bəzədilib ağacların üstündə kəpənəklər qoyulubdur, rəngli. Sonra bu cür belə güllər asılıbdır. Qəşəng, maraqlı. Sonra belə burada səməni qoyulubdur. Maraqlı. Maraqlı ideyadır. Hər addım başı yəni belə bəzəmələr var, qəşəng.
Sütunların da üstündə hamısı belə səmənlər düzülübdür. Burada da güllər əkilib belə dibçəklərdə maraqlı. Bu da daha bir yeni il atributudur. Da maraqlı şəkildə bəzədilibdir. Axşam daha maraqlı olur. Axşam daha maraqlı olur. Yəni işıqlar yanır. Bu videoya 500 bəyəni verirsəz, buradan gecə görüntüsündə paylaşacağım festivaldan. Bura əsas yarmarka olan yerdir. Qarşıda. Hal-hazırda açılıb gedirəm oranı çəkib göstərməyə. Belə milli geyimdə olan qızların ketindən belə bəzədilibdir. Qəşəng milli geyimdə olan mankenlərlə bəzədilibdir. Bu da əlində Baxar xanımdır. Əlində adamlara tutubdur. Addım başı da səmənilərdir. Güldanların içində səməni. Bu çox xoşuma gəldi. Bu lap xoşuma gəldi. Bu müxtəlif milli ornamentlərlə bəzədilmiş mankenlərdir. Bir də ağaçlarda xoşuma gəldi ki, bu bəzəklər çox xoşuma gəldi. Sonra hələ ki təzə çıxıbdır, bugün açıbdır. Bəzi stendlər bağlıdır. Yəni sabahdan lap gür işləyəcəkdir bura. Həm də bugün iş günüdür. Yəni sabahdan bayram günləri lap geniş şəkildə işləyəcək. Burada belə kofe satılır burada. Kofe satılır. Burada da yenə popcorn, şildanlarda kilən tülpanları da var. Maraqlı. Sonra hot dog. Neçədir qaqa hot dog? Hot dog 5 manat. 5 manata da hot dog. Gəlib ala bilərsiniz 5 manata da hot dog. Sonra sol tərəfdə belə rəsm sərgisidir. Rəsm əsərləri satılır. Xanım rəsmdə çəkir. Belə güllanlı 150 manat. Sağ olun. Sağ olun, bayramınız Sağ olun, sizlə baxam. Bu haqda məlumat verə bilərsiniz, danışa bilərsiniz. Nədir? Azərbaycan Dövlət Mədəniyyət Müzəsinin tələbələrinə. Bunlar satışdadır, belə Bəli, satılır. hər biri satışdadır. İncəsənət Universitetinin tələbələrinin əl işləridir bunlar. Rəsm əsərləri. Məsələn, neçədir? Böyük rəsmlər, balaca rəsmlər. Qiymətlidir. 700-ə var, 150-yə var. Əllə çəkilmədə, natlan. Hamısı əllə. Əllə çəkildi. Belə güldanlar da var. 150 manat. 150 manat. Bazarınız olsun. Çox sağ olun. Hanım da belə çəkir burada. Sonra getdik sol tərəfə. Yəni sol tərəfdə belə kofe satılır. Hələ deyirəm, yəni ki, təzə açılıbdır. Ona görə biraz adam azdır. Burada da kartof çipsilərdir. Burada köftə satılır, şaurma məkanı, köftə. O da dönər hələ pişməyibdir. Yəni təzə açılıbdır bura. Sonra belə yenə bəzədilmiş kamança, tar, qaval çalan kişilərdir bunlar. Burada da belə bulkilər satılır. Salam bazar. Neçədir bulkilər belə? Bulkilər neçə? Kruasan, pide, basanlar 2 manata. O birisilər nə deyirlər? 1 manatadır. Grapslardır da bura. Yəni, bugün nə açıldı da bura? Hələ açılıb. Gəlib ala bilərsiniz bulkilər. Sonra yəni sol tərəfdə belə bəzədilmiş bəzəklər satılır, boşqablar, xalçal, suvenirləri, rəsm əsərləri. Belə rəsm əsərləri satılır. Bunlar neçə olur belə?
40 manat. Ha, bunlar tələbələrlə işlərdir də belə. Bəli. Bu xalça toxuyan yoxdur hələ. Mən toxuyorum. Hə, olar. Ala bu var. Xanım xalça toxuyacaq, göstərəcəm. Bunlar öz işlərimizdir də, toxuduğu. Bilirsiniz, tələbələrlə işləri satılır. Gəlib alıb tələbələrə dəstək ola bilərsiniz. Məlumat verə bilərsiniz, nədən öyrənmək istəyən nədən başlaya bilər? Öyrənmək istəyən əvvəlcə bilmək ki, bu xoflu xalçadır. Yəni bu normal bu xalçalardır. Bu palazdır, bu xofsuzdur, sadə iplərlə hazırlanan, hörük kimi olur. Amma bu əriş arğazdan olur. Yəni 2 dənədir. Biri arxada olur, biri qabaqda. Baxın, buradan məsələn bir dənə sap götürürəm. 2 dənə bu sapı götürdük. Bu arxadakıdır. Arkadaki sapa keçirdirsiniz mi? Keçirdikten sonra zigzag formasını, belə formanı alınır. Sonra qabaqdakı sapı götürülür. Bunu bu formada keçiririk. Görürsünüz, keçdi. Bağlanır onu. Sonra aşağı eləyib bunu kəsirik. Bir hamısını belə edirik. Bəli, sonra hamısını etdikdən sonra bu xalça qaydasıdır. Onunla belə kəsirik. Bunu mən kəsmirəm. Kəsmək olmaz mı? Bunu kəsirik. Ondan əvvəl də bu həvədir. Xalçanı döymək üçün. Xalçanı döyüb oturduruq yerinə. Tam oturandan sonra göy arğac var. Bu arğacdır. Bunu keçirtmək lazımdır bura. Bu formada əlinizi keçirirsiniz. Qabaqda olan saplar əlinizə gəlir. Qabaqda olan sapları keçirdib, bunu döyürük həvə ilə. Bunu döymək lazımdır ki, bunu kəsəndən sonra bu saplar yerinə çıxmasın. Baxın, burada göy həvə var, görürsünüz. Oturur yerinə də. Bəli, ondan sonra qarşısını kəsirik bu qədər. Bu nə qədər vaxt aparır belə hazır olmağa? Bir dənə bu xalça. Axıra kimi yox, bura qədər hardasa olur bu xalça. Burada bir semestr, 6 ay, 3 ay, baxır sizin toxunmağınıza. Amma biz tələb olduğumuza görə bizdə biraz uzun vaxt verir. Uzun, hə, örgənə gedirsin. Amma bir müəllimə görə asandır. Asandır, özü bilirdiniz. Bəli. Bunlar da qiymətləri olur, əl işləri neçədən başlayır? Bəli. Baxır da xalçadan xalçaya dəyişir. Çətindirsə, baha olur, asansa uzun. Məsələn, bunlar çox baha olmur, çünki bu toxsuzdur. Yəni, bu saplarla hörük kimi olur. Bunun kimi çətin olur. Bunda bir keçirdirsən deyə, kəsirsən, bunda kəsmirsən. Belə. Burada öz toxuduqlarımız da var, yəni satırsınız. Kim istəsə, işləriniz də var. Gəlib ala bilərlər, dəstək ola bilərlər. 100 manata var, 90 manata var. O da bu əl işidir də bunun enerjisi olur. Xüsusi enerjisi var. Bu da belə gözəl də var. Bu nədir belə? Satılmır hə? Hə, bu reklam üçündür. Amma bunlar satılır da belə suvenirlərdir. Burada da göstərirsiniz. Kim də öyrənməlisiniz, onları da göstərirsiniz. Nətər toxunur. Pazar olsun, uğurlar olsun. Sonra burada da göstərirlər, yəni ki, qızlar, tələbələrdir, öz əl işlərini göstərirlər, necə xalça toxunur, necə hazır olur. Burada da nənələrdir, qutab bişirirlər. Burada da qutabın içliyidir. Gözəl oxşadıblar. Maraqlıdır. Burada Məşdibadın heykəli qoyulubdur. Belə yəni ki, gəzirəm mən maraqlı yerlərini göstərirəm. Amma keçən ilin bundan biraz maraqlı idi, mənə gəlir ki, biraz daha çox idi. Elə bir ki, bunların hamısı keçən illər bir yerdə idi, sıx idi. Ya mən elə gəlir. Hələ festival yəni təzə açılıb bu gündür. Yəni sabahdan ya axşam saatlarında daha gür olacaqdı, geniş olacaqdı. Qarşıda bir dənə də festival olmalıdır. Novruz festivalı. 7 gözəl fəvvarələrinin
yanında. Hal-hazırda gedirəm ora 7 gözəl fəvvarələrinin qarşısına. Hal-hazırda gedirəm ora. Bu video qısa olaraq da məlumatlandırma oldu. Yəni ki, Bakı bulvarı haqqında, yəni ki, Bakı bulvarının Bakı bulvarındakı Novruz bayramı hazırlıqlarının qısa məlumatlandırılması oldu, tanış edim sizi. Hal-hazırda gedirəm festival olan yerə. Aşağılar yağlı yer. Aşağılar gəldim, bulvarın tərəfində. Yağlı yer. Mən də deyirəm, bax. Bulvarın Kreset Mall tərəfində gedirdim. Kreset Mall tərəfində burada uşaqlar belə tələbələrdir. Novruz bayramını qeyd edirlər, yallı gedirlər. Və qəşəng maraqlı görüntüdür. Burada dostlar Kreset Mall'un qarşısıdır. Burada gəldim. Burada da yeni bəzəmələrlə sizi tanış edeyim. Bu axşam vaxtı çox möhtəşəm görsənir. Bu axşam görüntüsünə gəl çəkəcəm. Bu axşam görüntüsünə gəlib çəkəcəm. İnşallah. Kanala abunə olun. Videonu bəyənin. Dostlar. Növbəti videolarda görüşənə dək inşallah davam edəcəkdir yeni festivalları, videoları. Bundan sonra da ki Suraxanda yeni festival var. Gezəcəm oranı çəkəcəm. Bundan sonra o videonu paylaşacağım. Hələlik dostlar, növbəti videolarda görüşənə dək.